Sosial şəbəkələrdə azala məxsus təyyarələrdə pəncərə kənarındakı yerin bilet qiymətinin digər yerlərə nisbətən daha baha olduğuna dair görüntülər yayılıb. Sözü gedən məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Baku TV-nin sorğusuna cavab olaraq bildirildi ki, Oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır. Qeyd edeyim ki, bu xidmət yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə bir xidmətdir. Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda hətta oturacaq pəncərə kənarında olsa belə əlavə ödəniş tələb olunmur. Əlavə olaraq qeyd edeyim ki, eyni bron daxilində olan ailə üzvləri yaxud sərnişin qruplarının bir-birindən ayrılmaması Azal üçün mühüm bir prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur. Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın bir tərkib hissəsidir.